Salam. Bugün dünyanın ən axmaq və ən absurd şeylərindən biri olan müharibənin riyaziyyatı haqqında söhbət eləyəcəyik. Əslində müharibə nə qədər absurd və axmaq və xaotik bir hadisə olsa da, o da müəyyən riyazi qanuna uyğunluqlara tabedir. Və bu qanuna uyğunluğu ilk dəfə deməli kəşf eləyən Friedrich William Lancaster adlanan bir İngilis mühəndisi və aerodinamik olmuşdur. O, Birinci Dünya müharibəsi zamanı havada aparılan müharibələrin, yəni təyyarələr arasında aparılan müharibələrin statistikalarını nəzərdən keçirərkən müəyyən bir qanuna uyğunluq görür. O görür ki, qarşı rəqib nə qədər məsələ 2 qat daha çox təyyarəyə sahib olsa da, müharibənin nəticəsinə 2 qatdan daha çox, 4-5 qat və ya daha çox təsir edir. Və o belə qərara gəlir ki, müharibəni də müəyyən qanuna uyğunluqlarla, yəni riyazi diferensial tənliklərlə göstərmək mümkündür və araşdırmalarına başlayır. 1916-cı ildə o öz deməli məqaləsini nəşr elətdirir və məqalədə 2 qanunu irəli atır. Birincisi Lancaster'ın xətti qanunu, ikincisi isə kvadratik qanunu adlanır. Biz bugün hər iki qanunu riyazi olaraq alınmasını yazacağıq və alınmasını yazdıqdan sonra onun həm nəticəsini, həm də tarixdən nümunələr ilə necə təsdiqləndiyini görmüş olacağıq. Xətti qanun o müharibənin modelinə əsaslanır ki, biz kör-körənə atəş açırıq. Yəni bir A ordusu və B ordusu olur. B ordusu və A ordusu ikisi də fərqli meşələrdə deyək ki, deməli yerləşib. A ordusu B ordusuna, B də A-ya görmədən, yəni hansı ağacın arxasında hansı əsgərin durduğunu bilmədən atəş açmağa başlayır və bu kör-körənə atəş açma nəticəsində hansı ordunun qalib gələcəyini təqribən riyazi olaraq deməli xətti qanunun köməyi ilə proqnozlaşdıra bilərik. Gəlin indi bunun alınmasını və nəticəsinə nəzər yetirək. Gəlin ilk öncə işarələmələrimizi aparaq. T zaman anında A ordusunun əsgər sayı AT, B-ninki isə BT olsun. T bərabərdir 0-da, yəni başlanğıc anında A ordusunun əsgər sayı A0, B-ninki isə B0 olar. Buradan A ordusunun hər bir əsgərinin döyüş effektivliyini, yəni vahid zamanında məhv etdiyi əsgər sayını alfa ilə işarə eləyək. Bu alfa 0-dan böyük olacaq aydındır və B-ninkini də beta ilə işarə eləyək. Yəni beta da 0-dan böyükdür. Buradan artıq diferensial tənliklərimizi qura bilərik. Məsələn, A ordusunun DT zaman intervalında dəyişimi bizə 3 amildən asılıdır. Birincisi, B ordusunun nə qədər yaxşı döyüşdüyü, yəni beta, yəni effektivlik, əsgərlərin effektivliyi. İkincisi, A ordusunun atəş açılan hissədə əsgərlərinin sıxlığı, yəni elə A-nın özü və üçüncü olaraq B-nin özü. Çünki nə qədər çox əsgər olarsa, o qədər daha çox mərmi, o qədər daha çox mərmi isə daha çox isabət demək olar. Həmçinin buradan da B-nin də DT zaman intervalında dəyişimini yaza bilərik. Minus alfa vuraq A vuraq B. Buradan aydındır ki, bu minuslar azalmağı göstərir. Yəni burada azalmaq olduğuna görə, yəni azaldığına görə minus əlavə edirik. Artıq biz buradan DT-ləri gəlin yox etməyə çalışaq. Bunun səbəbi bizim hansı zamanında nə qədər əsgərin olduğunu öyrənmək bizi maraqlandırmır. Bizə sonunda müqayisə lazımdır ki, A ordusu ilə B ordusunun sonunda əsgər sayının müqayisəsi necə olacaq? Buna görə də biz DA bölünsün DB yazsaq. Hansı ki, burada aydındır ki, DB bölünsün DT 0-a bərabər deyil. Çünki monoton azalan funksiyadır və demişdik ki, B-nin müəyyən qədər əsgər sayı var. Ona görə də bu da DA bölünsün DT bölünsün DB bölünsün DT olar. DB bölünsün DT 0-a bərabər olmadığından bu legaldır. Deməli, bu da minus beta vuraq A vuraq B və minus alfa vuraq A vuraq B olar. Minuslar ixtisar gedər və buradan A vurulsun B-dən müsbət ədəd olar, yəni 0-dan böyük olar. Çünki həm A-nın, həm B-nin başlanğıcda əsgərləri olduğunu, ordularda minimum əsgər sayı olduğunu biz demişdik. Yəni buradan da A B-də ixtisar gedər və beta bölünsün alfa qalar. İndi isə gəlin bu yekun aldığımız, sonda aldığımız deməli hissəni A alfa ilə DA-yı bir yerə, beta ilə DB-yi isə bir yerə yığaq və gəlin inteqrallayaq. Hansı ki, A0 anından A-ya və B0 anından B-yə. İnteqrallarımıza gəl yazsaq, A0-dan A-ya alfa vuraq DA' ilə işarə eləyək. İntegral B0-dan B-yə beta vuraq DB'. Gəlin indi bu inteqralı həll eləyək.
Deməli sonda aldığımız bu tənlik bizim Lanchester'ın xətti tənliyi adlanır. Göründüyü kimi buradan deməli əskər sayı və keyfiyyət, yəni döyüş effektivliyi eyni çəkiyə malikdir. Biri digərini xətti şəkildə kompensasiya eləyir. Bunu aydın şəkildə göstərə bilərik. Buradan tutaq ki, məsələ B ordusu məhv olur. Yəni B bərabər 0. Yəni bu B ordusunun son sayıdır. Deməli buradan əgər yazsaq A son onda bərabər olar. A0 çıxaq beta bölünsün alfa vurulsun B0. Hansı ki yuxarıdakı bu düsturumuzdan. Və buradan da əlbəttə ki A son 0-dan böyük olarsa, yəni A ordusunun son sayısı əgər 0-dan böyükdürsə də A ordusu qalib gəlmiş olar. Yəni A0 böyükdür. Beta bölünsün, alfa vurulsun. B0 şərti ödənməlidir ki, A ordusu deməli qalib gəlsin. Və buradan da buradan da göründüyü kimi əskər sayı ilə əskərlərin döyüş effektivliyi bir-birlərini xətti şəkildə kompensasiya edir. Məsələn, deyək ki, buradan B0 düşmən sayı 2A0-a bərabərdir. Yəni başlanğıcda B ordusunun sayı A ordusunun 2 misinə bərabərdir. İndi gəlin görək nə zaman A ordusu B ordusuna qalib gələ bilər. Buradan deməli alınar. A0 bölünsün 2A0. Bu düsturdan qoyuruq. Böyükdür. Beta bölünsün alfa. Buradan A0'lar ixtisar gedər. Burada 1 qalar. Və buradan da deməli 1 bölünsün 2 böyükdür. Beta bölünsün alfa olmalıdır. Və buradan da bu deməkdir ki, alfa böyükdür 2 beta olmalıdır. Yəni hər bir əskərin A ordusundakı döyüş effektivliyi beta ordusundakının 2 qatdan daha çox olmalıdır. Məsələn, hal-hazırda gördüyünüz animasiyada A və B ordusunun xətti qanunla əskərlərinin sayının azalmasını görürsünüz. B ordusu A ordusuna 2 qat böyük olsa da effektivliklər bərabərdir. Deməli bizim aldığımız nəticədən aydın şəkildə görünür ki, hədəfsiz atəş ssenarisində ordunun uğuru onların əskərlərinin sayı və effektivliyi ilə düz mütənasibdir. Ancaq bu yalnız bu ssenari üçün yox, termofil döyüşü kimi dar keçidlərdə aparılan müharibələr üçün də deməli ödənir. Ancaq bu zaman alınma biraz fərqli olur. Yəni yekun cavab eyni olur, ancaq alınmada A vurulsun B yerinə A ilə B-nin minimumunu götürürük. Çünki dar bir keçiddə aparılan müharibədə müəyyən qədər kiçik bir sayda, məsələn deyək ki 4 əskərə 4 əskər qarşı-qarşıya qoyulur və hər əskər öldükdə geridən yeni bir əskər gəlir. Bu zaman alınma fərqli olur və bu alınmayı istəyirəm ki, sizin özünüz eləyərsiniz. Yəni bunu verməyəcəm. Ancaq nəticə eyni olmalıdır. Bəs termofil döyüşündə biz bu qanuna uyğunluğu necə görürük? Deməli termofil döyüşü dar bir keçiddə, termofil keçidində aparılır və kiçik bir sayda Spartalı əskərlə böyük bir sayda Fars ordusu qarşı-qarşıya gəlir. Ancaq Spartalıların belə bir xüsusiyyəti var ki, onlar çox kiçik yaşlarından ağır rejimdə deməli böyüdülürlər və əskər olaraq yekələndirilirlər. Sonda isə onların döyüş effektivliyi çox yüksək olur. Yəni sayları çox az olsa da çox yüksək döyüş effektivliyinə malik olurlar. Farslarda isə say çox qat-qat üstün olur və müharibə başlayır. Günlərlə müharibə gedir, ancaq Farslılar Spartalıların üzərində deməli üstünlüyü ələ keçirə bilmirlər. Ancaq bir neçə gün sonra savaşın axmaqlığı və absürdlüyü ortaya çıxır. Spartalılardan biri satqınlıq eləyir və onlara arxadan dolanmağın, yəni farslılara arxadan dolanmağın bir keçidini göstərirlər və sonda farslılar deməli qalib gəlir. İndi isə gəlin kvadratik qanunu nəzər yetirək. Kvadratik qanunun ssenarisi biraz fərqlidir. Bu zaman artıq nizamlı atış açılır. Yəni mən rəqibi tam şəkildə görürəm, məsələn snayperlə və yaxud dronla, o da dəqiq şəkildə mənim istiqamətimi bilir və nizamlı atəş aça bilir. Yəni mən məsələn buradayam, rəqib də oradadır, oradan mənə yerimi bilərək atəş açır, mən də ona yerini bilərək atəş açıram və bu zaman riyazi qanuna uyğunluqla dəyişir. İndi gəlin bu qanuna uyğunluğun necə dəyişdiyini və necə alındığını özümüz diferensial tənliklərlə görək. Yenə işarələmələrimiz eynidir. AT, T zaman anında A əskərlərinin, A ordusunun əskərlərinin sayı, B ordusununki isə BT-dir. Yəni A0 A-nın başlanğıc sayı, B-nin də B0-dır və həmçinin alfa və beta yenə öz yerlərini tutur. Artıq burada diferensial tənliyimiz biraz fərqli olacaq. Çünki A-nın zamanla dəyişməsi bu dəfə A-dan asılı deyil.
Çünki dəqiq nizamlı atış atırıq və sıxlığın heç bir mənası yoxdur. Burada betadan və B-dən birbaşa asılıdır. Həmçinin B-nin dəyişməsi də deməli bizdə minus alfa vurulsun A olar. Buradan isə yenə əvvəlki kimi DA bölünsün DB-yi tapsaq, burada deməli minus beta vuraq B və minus alfa vuraq A olar. Minuslar yenə ixtisar aparsaq, beta vuraq B və alfa vuraq A alınır. Və buradan yenə A-ları və B-ləri bir yerə yığsaq, alfa vuraq A vuraq DA bərabərdir beta vuraq B vuraq DB alınır. Buradan da yenə A0-dan A-ya və B0-dan B-yə gəlin inteqrallayaq. İnteqralımız A0-dan A-ya alfa vurulsun A' vuraq dA' bərabərdir. İntegral B0-dan B-yə beta vuraq B' vuraq dB' alınır. Və indi gəlin bu inteqralı həll edək. Və aldığımız bu yekun cavab Lanchester'ın kvadratik tənliyi adlanır. Bu sonuncu tənlikdən artıq aydın şəkildə görünür ki, bu modeldə say üstünlüyü artıq xətti deyil, kvadratik çəkiyə malikdir. Yəni kəmiyyətin gücü keyfiyyətdən qat-qat sürətlə artır. Məsələ bunu necə yoxlaya bilərik? Gəlin B bərabərdir 0 götürək. B 0-a bərabər olduqda əvvəlki kimi yenə yazaq. A sonun kvadratı deməli bərabərdir. A 0-ın kvadratı çıxaq. Beta bölünsün alfa vuraq B0-ın kvadratı. Burada A ordusunun udması üçün A sonun kvadratı 0-dan böyük olmalıdır. Yəni sonda A-dan bir dənə də olsun adam qalmalıdır. Yəni indi gəlin məsələ belə eləyək. Biz deyək ki, A kvadratı son 0-dan böyükdür. Onun üçün aşağıdakı şərt ödənməlidir. Alfa bölünsün beta böyükdür B0 A0-ın kvadratları, hansı ki bu da bərabərdir B0 bölünsün A0-ın kvadratı. İndi gəlin bir dənə nümunə götürək. Məsələn, deyək ki, B0 bərabərdir 3 A0-a. Bu zaman şərtimizdən alfa bölünsün beta böyükdür. Deməli 3 A0 bölünsün A0-ın kvadratı olmalıdır. A0-lar ixtisar gedər, 3-ün kvadratı 9. Yəni bu deməkdir ki, alfa böyük olmalıdır 9 betadan. Aldığımız bu yekun cavab bizə onu göstərir ki, əgər burada A ordusunun sayından B ordusunun sayı 3 qat çoxdursa da, artıq A ordusundakı hər bir əsgər vahid zamanda 9 qarşı rəqibi məhv etməlidir. Yəni 9 dəfə effektiv olmalıdır. Məsələn, hal-hazırda gördüyünüz animasiyada B ordusu A ordusundan 3 qat daha böyükdür. Ancaq A ordusunun hər bir əsgərinin effektivliyi B ordusunun hər bir əsgərindən 8 qat daha böyükdür. Ordunun əsgərlərinin sayının azalması kvadratik qanunla baş verir və hal-hazırda siz bunu animasiyada görürsünüz. Məsələ bu qanundan dünya müharibəsində istifadə olunmuşdur. Britaniya hava qüvvələri sayıca az olmasına baxmayaraq, kvadratik qanun baxımından çox mühüm bir strategiya seçdi. Düşmənin hücumlarını ayrı-ayrı dəstələrə parçalayaraq hər toqquşmada say bərabərliyini qorudu. Bütövlükdə say üstünlüyü olan bir ordunu kiçik hissələrə bölüb hər hissəyə bərabər qüvvə ilə cavab vermək K kvadrat əvəzinə effektiv olaraq K təqribən 1 şərtini yaradır. Və beləliklə müharibə Britaniya ordusunun lehinə çevrildi. Göründüyü kimi müharibənin başında həm A ordusu, həm də B ordusu özünün qalib gələcəyini düşünsə də, riyaziyyatın bizə verdiyi alətlər sayəsində hansının daha üstün olduğunu və qalibin, dırnaq içində qalibin hansının olacağını öncədən görə bilirik. Ancaq təbii ki, bu proqnozlaşdırma tam dəqiq olmur. Çünki müharibədə satqınlıqlar və bir-birlərini aldatmacalar kimi fərqli yanaşmalar da mövcuddur. Və bu da dırnaq içində nə qədər qalib deyilsə də, dırnaq içində qalibi dəyişdirir. Bu videoda əslində müharibə haqqında deyildi. Mən bu videoda onu göstərməyə çalışdım ki, müharibə kimi xaotik və axmaq bir şey belə
öz sərsində riyaziyyat kimi nizamlı bir sistemi barındırır. Yəni riyaziyyat o qədər möhtəşəmdir ki, belə xaotik sistemləri belə təqribən modelləmək mümkündür. Qeyd edirəm ki, təqribən. Və bu riyaziyyatın bu sahəsinə elə xaos nəzəriyyəsi baxır. Maraqlansanız araşdıra bilərsiniz. Yekun olaraq təəssüf ki, mümkün olmasa da sülh dolu bir dünya, bir yer kürəsi diləyi ilə gələcək videoda görüşənədək. Görüşərik, riyaziyyatla və maraqla qalın.